Bu günləri bu məclislərə biz tələsməliyik. Çünki bu kərvan gedir və sürətlə gedir, tələsən bu kərvana çatacaq. Yubanan, tənbəl, bugün sabaha salan geçəcək. Və İmam Hüseyin də dayanıb gözləmir. Nə də İmam-ı Zaman dayanıb gözləməyəcək bizi. Ağa gözlə, zuhr eləmişsən, Allah səndən razı olsun. Qoy bir dənə filan işim də var, onu tamamlayın gəl. İmam-ı Zaman gözləmir. Necə ki İmam Hüseyin gözləmədi. Mədinədən bir dəfə hay saldı, çıxdı. Kim tələsdi, 72 nəfər çatdı İmam Hüseyin əleyhissalama. Kim gözlədi, bəhanə axtardı, nəsiyyət elədi, onlar ki. İmam Hüseyin kərvanı sürətlidir. Ki, hər il bu hədisi deyir İmam Sadiq əleyhissalamdan ki, Həzrət İmam Sadiq əleyhissalam buyurdu ki, biz hamımız nicat gəmisi, lakin Cəddim Hüseynin gəmisi çox böyük və çox sürətlidir. O gəmiyə sürətlə tələsib çatmalıyıq ki, o gəmi getsə, həyatda peşman olan vurur gülər kimi var. Və bir ömrü insanın peşmançılığı sonra fayda verir.